Qur'anın qadınlar üçün təsdiqlədiyi geyim. Qətiyyətlə demək olar ki, bugün küçə və bazarlarda gördüyümüz geyim formalarının əksəriyyəti, demək olar ki, hamısı Qur'anın buyurduğu örtünmə tələblərinə tamamilə ziddir. Bu geyim tərzi Allahın ayələrdə təsvir etdiyi hicabın geyimin 100% əleyhinədir. Qadın başqa sahələrdə imanlı, əxlaqlı və ya insaflı ola bilər, amma geyim mövzusunda etdiyi davranış tamamilə Allahın kəlamının əksinədir. Belə geyim açıq şəkildə Qur'anın haram buyurduğu bir vəziyyəti nümayiş etdirir. O qadın kim olursa olsun, ayələrin göstərdiyi istiqamətin tam qarşısında dayanır. Başını örtmür, bədənini də örtmür. Əksinə, geyim bədəni gizlətmək bir yana, onu daha da ön plana çıxarır. Tikilişinə görə bədənin qabarıq hissələrini daha qabarıq, daha cazibədar və diqqət çəkən göstərir. Bəs yaxşı, bunun adı nədir? Bu müqəddəs ayənin hər bir hissəsinə açıq şəkildə müxalif olmaqdır. Tam mənası ilə toqquşmaqdır. Əgər bunu bilərək edirsə, vay halına. Nə sadəcə axirət elə bu dünyada. Yox, əgər bilmədən edirsə, Allah hamımıza kömək etsin ki, vəzifələrimizdə agahlığa çataq.